Toyuq döşəməli aş, əziz dostlar. Mən ümumiyyətlə toyuq aşını çox sevirəm. İndi var, misal üçün kimsə toyuğu ayrıca soğanla qəşəng qızarır, qovurur və dəmlədiyi düyünün üzərinə səpir, daha doğrusu çəkir. Mən isə toyuğu düyünün, yəni aşın altında sevirəm. Çünki o bişdikcə dadı, iyisi hopur düyünün üzünə, düyünün tərkibinə, daha doğrusu daxilinə və çox gözəl də dadır. Doğramac. Doğramacın deməli tərkibi qatıq və xama. Xama da qatıram içinə, çox dadlı olur bilməyənlərin nəzərinə. Göyərtilərdən də keşniş, süd, göz soğan və nanə. Bir də ki, təbii ki, duz. Yanında da bəlli məsələdir ki, göy-göyərti və xiyar, pomidor. Aşımız da belə görsənir. Əziz dostlar, bunlar toyuqlardır. Bu da düyümüzdür. Özdəki düyü dəndən olması üçün düyünü qaynadanda ümumiyyətlə tam bişirmə dərəcəsinə çatdırmaq lazımdır. Natamam bişmiş şəkildə süzürsüz və daha sonra dəmə qoyanda tam şəkildə bişir və dəndən artıq olmuş olur. İndi bişirmişəm deyə istidir. Aş da bilirsiniz ki, bizim milli mətbəximizin şahıdır. Çox aşlarımız var. Kırmızı reyhan. Yaydı diye göy-göyərti çox yemək lazımdır. Çünki bunlar hamısı vitaminlərdir. Sual yarana bilər ki, Orxan bəy, toyuğu hansı qaydada qoyursunuz düyünün altına? Toyuğu birinci, indi bəlli məsələ ki, bölüşdürürsünüz, doğrayırsınız, təmizləyirsiniz, yuyursunuz, sonra bastırma, duz, qara istiot, sarı kök və mən biraz qatıram xmeli sumeri. Daha sonra artıq qazanın dibinə biraz kərə yağı əriyir, üstündən lavaşları qazmağı üçün. Ondan sonra toyuqları düzürsünüz altından və üzərindən həmin o süzdüyünüz, qaynatdığınız süzdüyünüz düyünü doldurursunuz üzərindən toyuğun. Adam var boşqab qoyur. Boşqaba gerek yok. Öyle birbaşa toyuğun üstündən. Orada pişdikçe bütün tamı, iyi kokusu hopur düyünün içine və möhtəşəm olur. Hardasa mən ümumi, yəni qazan deyirəm, qazın üzərinə belə bir dəmir qoyuram ki, altı yanmasın. Ümumilikdə bir saat tam dəm alır və toyuq da içində bişmiş olur. Çünki düyü üzərində olduğu üçün onu qaldırıb baxmaq olmur ki, toyuq pişib yoxsa yox. Ümumilikdə bir saat artıqlaması ilə bəsdir. Siz də əziz dostlar, bu qaydada pişirin. Ümidvaram ki, çox xoşunuz gələcək və siz bu aşı hansı qaydalarla, hansı tərkiblə pişirirsiniz? Yazarsınız rəylərdə.